dilin üzərində sarı ərp yığılması nədən xəbər verir? Bir ağız gigiyenasının qorunmaması. Yəni ağızda həm dişlər gün ərzində fırçalanmalıdır, eyni zamanda dilin üzəri xüsusi dil fırçaları ilə fırçalanmalıdır. İkinci növbədə ağız quruluğu, kserostomiya deyilən bir vəziyyət yarandıqda bu bakteriyaların artımına və nəticədə ərpin yığılmasına səbəb ola bilir. Daxili orqan xəstəliklərinə bağlı da ağızda bol ərp yığıla bilir. Ən çox qaraciyər, öd yolları patologiyalarına bağlı ola bilir. Mədə xəstəlikləri, qastrit, xora, reflü xəstəliyinə bağlı ərp ola bilir. Bundan başqa angina, boğaz əti iltihabı, ağciyərdə olan bir iltihabi xəstəliklər, kəskin bronxitə bağlı ağızda ərp yığıla bilər. Həmçinin virus mənşəli problemlərdə, misal üçün qrip zamanı bu da ağızda bol ərpin, sarı ərpin əmələ gəlməsinə səbəb ola bilər. Tütün məmulatların siqaretdən çox istifadə səbəb ola bilər. Ağızda göbələklərin artması nəticəsində kandidoz yarana bilir ki, bax bu zaman da bol ərp yığıla bilir.